Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə həftə içi keçən bir günümü paylaşmaq istəyirəm. Dolu keçən bir gün. Dururam, yerimi yığıram. Normalda çalışıram ki, evdən çıxmamış yerimi yığım. Bu videonu anam görməsin. Yəni çalışıram, hər gün etməsəm belə, yəni çatdıra bilmirəm. Bilmirəm nədəndir. Mən qış aylarında çox rahat saat 8-ə olan dərsimə rahatlıqla, hətta daha tez deyərdim ki, gedib çatırdım. 6-nın yarısı, 6-ya işləmiş, çox rahatlıqla yuxudan oyana bilirdim. Amma bu mart ayı və mart ayından sonraki aylar mən çıxmağıma 20 dəqiqə qalmış güclə oyanıram. Bilmirəm havadandımı, nədəndimi. Belə, yəni bir təhər durub çatdırıram bəzənməyi falan. Keçdim makiyajımı eləyirəm. Əvvəllər birinci bütün üzümün makiyajını eləyib, sonra göz makiyajına keçirdim. Amma indi görürdüm, onun zaman görürdüm ki, gözümün altında tenin istər-istəməz tozları tökülür. Ona görə indi birinci göz makiyajımı eləyirəm, sonra keçirəm üzümə tonalini falan vurmağa. Tonalini vurandan sonra kipriklərimi tuj vurmağı çox sevirəm. Düzdür, aşırı dərəcədə vurmuram. Görürsünüz, o qədər fərq yoxdur. Amma sevirəm. Yəni tuj vurmayanda elə bilirəm ki, makiyaj əskikdir. Üzümü konturlayıram, sonra keçirəm dodaq qələmi vururam, pomadamı vururam və keçirəm aksesuarlanmağa. Aksesuar taxmağı, parfüm vurmağı çox sevirəm. Burada görürsünüz, yadımdan çıxmışdı highlighter vurmaq, highlighter da vururam və kofe içirəm. Mən səhərlər yemək yemirəm, dediyim kimi, yəni son vaxtlar yemirəm, çatdırmıram deyə özümə acı kofe hazırlayıram. Şirin yox, acı kofe hazırlayıram südlə. Onu içirəm. Keçirəm aksesuarlarımı taxmağa. Burada bu 2 dənə sepim var ki, mən onları tək heç cür taxa bilmirəm. Ona görə yoldaşım kömək eləyir onları taxmağa. Sağ olsun. Aksesuarlarımı da taxandan sonra ətirlənirəm. Ətir vurmaq burada yadımdan çıxmışdı. Birdən anidən yadıma düşür ki, mən ətir vurmamışam. Ətir vururam. Belə, universitetdən bu arada çox da kadr çəkməmişəm. Çünki həm telefona icazə yoxdur, həm də ki, nə yalan deyim, evdə rahat olunduğuma baxmayın, çöldə özümü tez-tez çəkməyi sevmirəm. Tək olanda, yəni kimlər nəsə olanda, onda o qədər belə şey gəlmir mənə, amma tək olanda utanıram, çox da çəkə bilmirəm özümü. Çantamı yığıram. Əvvəllər ilin əvvəlində böyük çantalar götürürdüm, artıq ilin sonu deyə, o qədər də dərs oxumuram deyə balaca bir dəftər götürürəm. Çıxıram evdən. Getdim, yemək yedim ananın yanında. Gedim dırnağa, dırnaqlarımı çəkdim. Bərbad vəziyyətdədirlər. Və gəlirəm dırnağa, dırnaqlarım bərbad vəziyyətdə idi. Ayın axırı toyumuz var, istədim o vaxta yaxın eləyim. Sonra gördüm ki, yox, artıq incidir. Ona görə getdim, düzəltdirdim. Öz dırnaqlarımda tipsi sevmirəm, saxlaya da dırnaqlarım tipsini saxlamır. Bir həftə tamamlanmamış atır. Fərqli ustalarda yoxlamışam, yəni problem ustada deyil. Mənim dırnaqlarımdadır. Ona görə də elə öz dırnağıma gel-lak eləyirəm hər dəfə. Belə dırnaqdan çıxıram artıq. Burada kiçik bir bazarlıq etmişəm. Sadəcə o hissəni çəkməmişəm. İndi göstərəcəm etdiyim aldığım şeyləri. Burada da şirin bir pişik var, özünü təmizləyir, onu çəkirəm. Bilmirəm, tək məndə belədir. Mən dırnaqdan çıxandan sonra bir həftəyə yaxın mən hər dəfə o dırnaqlarıma baxıram. Eşq yaşayıram dırnaqlarımla. Gələn kimi aksesuarlarımdan və makiyajımdan qurtuluram. Evə gələn kimi ilk işim o olur. Çantamı boşaldıram. Belə təzə aksesuarlar almışam. Çox qəşəng parıldayır bu sırğa. Bunu anama almışam. Xoşuna gəldi. Mən də aldım. Çox qəşəngdir. Təbii ki, özüm də taxacam, amma adı anamındır. Nəysə. Digərini isə hədiyyəlikdir. Hədiyyəlik almışam. İnşallah verəndə vlog çəkə bilsəm qəşəng olar. Çox sevdim. Neçə vaxtı fikir verirdim ki, nə tipdə aksesuarlar taxırlar. Ona görə də onun taxdığı tipdə almışam. Belə aldıqlarımı göstərirəm.
Burada kiçik bir bazarlıq etmişəm. Qızlar həftə sonu qızlarla görüşəcəyik və rəng oyunu oynamışıq. 4 rəng seçmişik. Digər rənglərə hədiyyələr almışam. Sarı rəngə 2 dənə krujka aldım. İçi pəmbə olanı bacıma almışam. Birini özüm almışdım, birini də ona aldım. Və sarı rəngə ikinci hədiyyəm şamdır. Qəşəng bir şam aldım sarı rəngdə. Bunları bir oyun üçün boks yığacam. Həmin boksa hədiyyəli olaraq qoyacam. Bu dəftərçəni balaca və o saç aksesuarını. Bunu isə həftə sonu dediyim kimi gedəcəyimiz yerdə balacaya şirin hədiyyələr almışıq. Onu qoyacağam içinə. Özümə belə bir qəşəng dəftər almışam, qeyd dəftəri. Bir dənə varım idi. Ora reseptləri yazırdım. Bunu da aldım. Gördüm, xoşuma gəldi, aldım. İçini görməmişdim. İçini evdə gördüm ki, içi maraqlıdır, fərqlidir. Qəşəng. Sonra keçirəm 2 dənə yağ və pendir qoymaq üçün qablar almışam. Məndə bunların plastiki var idi. Sadəcə son zamanlar nəsə qidanı plastmasa tökə bilmirəm. Elə bilirəm ki, o plastmasın zərəri çıxır ona. Əslində elədir. Sadəcə yəni bu vaxta qədər o qədər də fikir vermirdim. Son vaxtlar nəsə o şeyə çox fikir verirəm. Ona görə şüşədən qablar aldım. Bu aldığım şirniyyatlar isə bir oyun üçün boks yığacam uşağa. Ona görə aldım. İndidən aldım ki, beynim rahat olsun ki, artıq var. Sadəcə yığmaq qalsın geriyə. Biraz alça almışdım, alça yedim. Sonra yüngül bir axşam yeməyi yedim və gecəni yoldaşımla kinoya baxaraq tamamladıq. İzlədiyiniz üçün təşəkkür edirəm.